Bismillahirrahmanirrahim. Qala Resulullah sallallahu aleyhi ve aleyh. Alemul İslam es-salah. Peygamberimiz buyurmuştur. Namaz İslam'ın bayrağıdır. Her bir devletin, her bir milletin bayrağı olur. İslam dininin de bayrağı Peygamberimiz buyurdu ki namaz. Namaza ihtiram, dine ihtiramdır. Namaza ehtiramsızlıq isə dinə ehtiramsızlıqdır. Və namazda biz qibləyə dururuq. Bu qibləyə tərəf üst tutmağımız bir neçə şey bizə mesaj verir. Birinci budur ki, bütün müsəlmanlar yekdil olaraq qibləyə üst tutsunlar. Mənası budur ki, müsəlmanlar bir olmalıdırlar. Bir qibləyə necə üst tuturlarsa, o cürdə müsəlmanlar vəhdətdə olmalıdır. Və ondan əlavə də qibləyə üst tutulmaqlığın bir neçə mesaj var orada. Bir neçə bildiriş var bütün müsəlmanlara. Birincisi budur ki, İsmail əleyhissalamı yada salmaq, yad etmək, qurbangahını yad etmək. İkincisi, İbrahim Peyğəmbərin zəhmətini və onun Allah qarşısına verdiyi imtihanları yad etmək. Üçüncüsü, Həzrəti Bilalın işgəncəsini yad etmək. Bildiyiniz kimi Bilal İslamı qəbul edəndən sonra onu çox incitdilər, çox işgəncə verdilər ona. Hətta tarixdə var ki, onu qarnı üstə uzadıb daş qoyurdular, ağır daşlar qoyurdular, onun başına zənci sarıyıb sürüyürdülər, deyirdilər ki, dini inkar elə, İslam dini inkar elə. O isə bu qədər bu işgəncələrə dözdü, İslam dinindən üz döndərmədi, Peyğəmbərimizə və dinə vəfalı şəxs kimi qaldı tarixdə. Əli əleyhissalamın dünya gəliş yerini yad etməkdir. Tarixdə var ki, İmam Əli əleyhissalam da Kəbə evində dünyaya gəldi. Oraya üz çevirməklə Əli əleyhissalamı özünü və onun dünyaya gəliş yerini də yad etməkdir. Bütün peyğəmbərlərin ibadət yerlərini yad etməkdir. Tarixdə, hədisdə varımızdır ki, bütün peyğəmbərlər Kəbə evində namaz qılıblar. Kəbəyə üz çevirməklə onları da yad etmək. Və İmam-ı Zaman əleyhissalamın da qiyam yerini yad etmək. Hədislərimiz bu barədə də var ki, İmam-ı Zaman əleyhissalam da inşallah Allahın istəyi ilə Kəbə evindən zuhur eləyəcək, Kəbə evindən qiyam eləyəcək. Bəs qibləyə üz çevirməklə bu bir neçə məsələni də yad edirik, xatırlayırıq onları, daha doğrusu da xatırlamalıyıq. Allah hamınızdan razı olsun.